Ən dadlı, ən ləzzətli, ağızda əriyən, tez hazırlanan şirniyyat resepti ilə gəlmişəm. İddia edirəm ki, bu şirniyyatdan heç vaxt yeməmisiniz. Videonu sona qədər izləyib yaddaşa verməyi unutmayın. İlk öncə qaba 2 stəkan süd əlavə edirik. Mən hər zamanki kimi Pınar markasının südündən istifadə etdim. Daha sonra üzərinə yumurta, şəkər tozu, duru yağ, kakao və un da əlavə edib qarışdırırıq. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Daha sonra hazırladığımız qarışımı yapışmayan tavada hər iki üzünü 2-3 dəqiqə qızardırıq. Bu reseptlə zərif, incə və cırılmayan bilinçiklər alınır. Bilinçik tortunun hazırlanmasında və digər şirniyyatlarda da bu bilinçik reseptindən istifadə edə bilərsiniz. Keçək kremin hazırlanmasına qaba, qaymaq, pudra şəkəri və kakao əlavə edib mikserlə bərkiyənə qədər qarışdırırıq. Daha sonra bir ədəd bananı videoda göstərdiyim formada kəsirik. Bilinçiklərin üzərinə qaymaq sürtüb banan da əlavə edib videoda göstərdiyim formada bükürük. Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz. Mən şokolad əridib qoz qırıntılarından istifadə etdim. 4-5 saat soyuducuda saxladıqdan sonra nuş edə bilərsiniz. Hələlik.